Hər vaxtınız xeyir olsun, hörmətli izləyicilər. Biləcəridə 92-170 marşrutlarından 200-250 metr məsafədə 10 sotun içində şəxsi inşa olunmuş 2 mərtəbə 7 otaqlı bir həyət evimiz satışa çıxıb. Hörmətli izləyicilər, allı ev olmayanlara gözəl evlər qismət eləsin. Sona qədər izləyin ki, ev haqqında sizə məlumatlarını verim. Evin qiymətini videonun son dəqiqələrində sizə təqdim edəcəm. Hörmətli izləyicilər, nəzərinizə çatdırıram bu evi ev sahibi özünə şəxsi inşa elətdirdiyi bir evdir. 10 sotun içində inşa olunub. Yoldan elə çox məsafəsi yoxdur. 3-4 dəqiqəlik məsafədə yerləşir. Gördüyünüz kimi bu evin xarici görünüşüdür. Evi ətraflı hamısını ağlardaşlarla üzzətdirib. Birinci mərtəbə monolit, ikinci mərtəbədə monolitdir. Bunu nəzərinizə çatdırım. Bura həyət yanı sahəsidir, giriş darvazasıdır. Gördüyünüz kimi burada həyəti, bağı, bağçası var. Ev sahibi burada belə bir gözəl bir şərait yaradıb, yayda zətdə oturmaq üçün belə bir şərait yaradıb. Həyətində manqalxanası, ev əşyalı satılır, bunu da nəzərinizə çatdırım. Gördüyünüz kimi də burada hər bir şərait yaradıb ev sahibi. Bura əldamı hissəsidir, artıq əşyaları yığmaq üçün belə bir şərait yaradıb ev sahibi. Yayda da oturmaq üçün belə çardağı zadıb, belə qəşəng şərait yaradıb, gördüyünüz kimi. Hörmətli izləyicilər, bağı, bağçası, yay üçün lap belə əlverişli bir gözəl şərait yaradıb. Burada gördüyünüz kimi üzüm çardağıdır. Burada nə bilim belə bir dəmirdən raşotka düzəldir. İstəsək toyuq düzə saxlamaq üçün, iç heyvansal saxlamaq üçün belə bir şəraitdə yaradıb. 2 dənə bax belə bir yeri düzəldib, şərait yaradıb. Yaşıllıqları göz qabağında düzdür. Həyətinə, bacasına, bəzən evin özündə də yüngülvarı, kosmetik xərclər lazımdır. Evdə bəzən yaşayış var, bəzən yaşayış olmur, az-az yaşayışlar olur deyə. Burada da belə bir, gördüyünüz kimi, ev sahibi ikinci bir yayda zadda oturmaq üçün belə bir şərait yaradıb. Besetkası sadıb, gördüyünüz kimi, 2 dənə besetkası var. Həyətində istirahət üçün hovuzu, gördüyünüz kimi. Ev mükəmməl evdir. Yəni, nəzərinizə çatdırım. Demək ki, özdə fundament elə bir fundament verib ki, haradasa birin birə fundament verib. Bəlkə də çox hələ. Burada yenə banka zatı yığmaq üçün əldamıdır. Gördüyünüz kimi, bax belə, yayda zatda. Yəni, istifadə eləmək üçün xaladini zatda qoyulub. Yenə qeyd edirəm, ev əşyalı satılır. Keçən indi evin içi ilə tanış olağın. Evin hər tərəfi açıqdır, havalanmaya tam uyğundur. Keçirik evin yan tərəfinə. Burası da görsən açıqdır. Evin hər tərəfi açıqdır. Bütün ətrafına da ev sahibi ağlay vurdurub. Burada yenə də santar qovşağı həyəti üçün gördüyünüz kimi təmir qaydasında. Bura qazanxana hissəsidir. Evi qızdırmaq üçün. Qalxanın evin içi ilə tanış olaq. Ətraflı həyətdə olan nə varsa hamısını sizə təqdimatda göstərdim. Allah bütün olmayanlara gözəl evlər qismətini versin, hörmətli izləyicilər. Və buradan daxil oluruq evin içinə. Girən kimi dəhlizin eni hardasa 2.70-2.80 dolar. Yer, ayaq altısı betonlu monolit, həm də parketdən yığılıb. Beton monolitdir. Demək, sağda burada hamam, duş kabina, gördüyünüz kimi hər şey qaydasında. Qapıları, bahalı qapılardan istifadə olunur. Burada da bir ayrıca santar qovşağıdır. Hamamın özündə də var, burada da var. Yəni 2 dənə də ayrıca. Görürsünüz, hörmətli izləyicilər. Ayrı-ayrı edir. Buradan kesirik. Demək, qonaq otağına. Qonaq otağı 4 metrin 7 metri, 30 kvadrata yaxındır. Demək, hörmətli izləyicilər, nəzərinizə çatdırıram. Ev təmiri
normaldır, amma alan adam özü aboylarını dəyişə bilər. Yəni evin tavanları zaten hamısı sağlam vəziyyətdədir. Yəni iş əl işlərdir. Bunu nəzərdə çatdırın. Gördüyünüz kimi də bura qonaq otaqdır. Ev əşyalı satılır. Nə var evin içində qalacaq. Yəni bunu nəzərdə çatdırın. Qapılarda bahalı qapılardır. Bura mətbəx hissəsidir. Gördüyünüz kimi. Bax, bura mətbəx hissəsidir. Bax, burada da xaladelniklər, zatlar, evdə nə varsa evin içində qalır. Bax, belə stollar, zat, ev əşyalı satılır. Burada yenə bir əlavə yataq otaqdır. Amma oturacaq kimi istifadə edirlər. İşığı çəkim. Evin göz hər tərəfindən pəncərələrindən tam rahat işıq düşür. Buradan da gördüyünüz kimi istifadə edirlər. İkinci mərtəbəyə qalxmamışdan bir dənə aşağıda bir yer var, onu sizə göstərim, hörmətli izləyicilər. Demək, buranın bax, hörmətli izləyicilər, qonşunun ucbatından bura o tərəfdən su veriblər, sonra düzəldiblər. Ev sahibi deyir, bu hissələrin hamısının təmin edilib özün subağın zadını vurub rəyliyib verəcəm. Yəni, bu özünüz boynundadır. Buranda istipol deyir, ayaq altısı. Burada istədiniz bir şərait yarada bilərsiniz sizə. Nə istəsiniz, istirahət üçün. Çox sərindir, yayda lap belə əlverişlidir. Onun da ev sahibi deyib ki, bura su vermişdi divardan, onda qonşunuz vaxtdan olmuşdu. Onda dedim, mən subağın zadını vurub verəcəm. Yəni, ciddi bir şey yoxdur. Burada da harcada 3 dənə otaq var. Aşağıda. İndi bura əslində zizəmi gedir, otaq sayılmır, istirahət otaq kimi yəsə eləmək olar. Qalxalım yuxarı. Ev beton monolitdir. Yəni, nəzərdə çatdırım, aboyları zətdə dəyişiklik olmalıdır, alan adam. Çünki köhnə modelin aboylarıdır, bunu nəzərdə çatdırım. Yenə ev-altı parketdir. Demək, aşağıda, hörmətli izləyəcək, bir zal, bir yataq otağı var, bir mətbəx. 6 otaqda demək, yuxarıdadır. 8 otaqmış. Buradan da qalxırıq yuxarı. Burada yenə qeyd edildiğim kimi 270 dəhlizin eni çıxan kimi sağ tərəfdə. Burada bir yataq otağı. Bu əşyalar hamısı evin içində qalır. Burada yenə geniş yatağı 20 kvadratlıq, 4'ün 6'ya 24 kvadratlıq bir otaqdır. Bütün mebellər qalır, özü bahalı mebellərdir. Bir yataq otağı burada. 4'ün 5'e 24 kvadratlıq. Ev çox, həqiqətən çox geniş evdir. Nə mebel var, hamısı evin içində qalır. Burada uşaq otağıdır, gördüyünüz kimi. Uşaq otağının içində ayrıca sanitar qovşağı. Ev sahibi nəvələri üçün şəraiti yaradıb, hörmətli izləyicilər. Uşaqlar əziyyət çəkməsin, yataq içindən hazır. Burada bir yataq otağıdır. Demək, 320'nin 5'e. 320'nin zaten belə 5 metrəyə bir yataq otağıdır. Bu mebellər hamısı evin içində qalır, gördüyünüz kimi. Nə mebel varsa əşyalı satılır. Bu ikinci mərtəbənin sanuzeli. Sanitar qovşağı. Bu da sonuncu 6-cı otaq. Cəmi 8 otaqdır. Zirzəmini saymıram hələ. Zirzəmi ora köməkçi kimi gedir. Mən qanun otaqlardan söhbət edirəm. Demək, hörmətli izləyicilər, nə varsa hamısını sizə təqdimatda göstərdim.
Kimlərsə evin satmaq istəyirsə 055 389 3808 nömrəsindən əlaqə saxlasın. Evlərin satılmağına köməkli göstərə bilərik. YouTube-da, TikTok-da, Instagram-da Seçal Əmlak səhifəsinə daxil olursunuz. Orada istədiyiniz qiymətə evləri izləyə bilərsiniz. Evlər hamısı kodlaşdırılır. Kodları götürmək yaddan çıxmasın, hörmətli izləyicilər. Sənədi, bələdiyyə sənədidir, kupça almaq mümkündür. Bunu da nəzərdə çatdırın. 10 sotun içindədir. Yoldan 200-250 metr məsafədə yerləşir.